Salam dəyərli dostlar. Son vaxtlar aktual olan bir mövzuya toxunmaq istəyirəm. 2 dəqiqədə vaxtınızı alacağım. Deməli, son vaxtlar şəhid valideynlərini, şəhid ailələrini, elə adamların canlı yayımlarında gördük, elə adamlara dəstək olduqlarını görürəm ki, şəxsən mən sözün açığı biraz belə utanc hissi keçirdirəm, təəssüf eləyirəm və bir daha buradan şəhid valideynlərinə müraciət eləyirəm. Təbii ki, bu müraciətim hər kəsə aid deyil, yerini bilən, oturuşunu, duruşunu bilən valideynlərə bizim heç bir sözümüz ola bilməz. Amma o şəxslərə müraciət edirəm ki, sosial mediada söyüşlə, təhqirlə, nalayiq ifadələrlə gündəmə gəlib bu günləri şəhid valideynlərinin bir qismi, bəziləri belə deyək təbii ki, onlara bildirirlər ki, biz sənin yanındayıq, narahat olma filan, beşməkan. Yəni, axı biz sizdən nümunə götürmək istəyirik. Bəs ayıb deyilmi ki, siz belə adamları dəstəkləyirsiniz? Sabah da onlar çıxırlar, deyirlər ki, bizi şəhid ailələri də dəstəkləyir. Niyə özünüzün alətə çevrilməyinə belə həvəs göstərirsiniz, nə bilim, niyə alətə çevrilməyinə imkan verirsiniz? Bunun maddi tərəfi varsa, deyin biz bilək ki, hə, burada bir maddi təmənna var. Yox, düşüncəniz, yəni belə deyək, belə qərar verməyə vadar edirsə, bu çox yanlışdır axı. Yəni, bir daha deyirəm, sizin övladlarınız bizim uğrumuzda, bizim vətənimizin uğrunda, bizim yaxınlarımızın, doğmalarımızın, həmçinin sizin uğrunuzda canını fəda eləyib və bu nətər deyirlər, yüksək ad, yüksək statusu ona görə həm də daşıyırsınız ki, o adı qoruya biləsiniz. Axı, sosial mediada, TikTokda, Instagramda əxlaqdan kənar davranışları ilə, söyüşləri ilə gündəmə gələn adamın necə yanında ola bilərsiniz? Yanındayıq, narahat olma belə. Sonra da tənqid eləyəndə bəziləriniz bilib-bilmədən təhqiramiz formada cavab verirsiniz. Sonra da bəziləri üzrxahlıq eləyirlər, o heç. Amma yenə də, yəni, axı, olmaz. Bizim elə dəyərlərimiz var ki, biz onlara toxuna bilmərik. Hələ bu statusa görə mən biraz yumşaq danışıram. Şəhid valideyni, şəhid yaxını, şəhid ailəsi statusuna görə. Amma çox ayıbdır, həqiqətən ayıbdır və bu videonu da paylaşın o adamlarla, görsünlər, özlərini nətər deyirlər, bəlkə bir balaca nəsə götürdülər. Olmaz axı. Sən kimin yanında olduğunu deyirsən. Heç olmasa mən bir cəhənnəmə, nə bilim, o birisi cəhənnəmə, heç olmasa öz oğlundan, övladından utanmırsan. Şəhid anası, şəhid atası belə bir adamların yanındayım deyə bilərmi? Hər halda şərhlərdə yazın, özünüz də bilirsiniz söhbət kimlərdən gedir.